Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Muğamın Sehirli Dünyası konsert proqramı təşkil edib. Dövlət qurumlarının, qadın rəhbərlərinin, Milli Məclisin deputatlarının, Həmkarlar İttifaqları sistemində çalışan qadın əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Vətənimizin müdafiəsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Azərbaycanın dövlətçilik tarixində qadınların rolu, milli mənəvi dəyərlərimizin qorunmasında, ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılıb. Onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışılıb. Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərfə xanım Əliyeva kimi qadınların xidmətlərini unutmur. Şərəf tarixinin parlaq səhifələrində yaşadaraq nəsillərdən nəsillərə ötürür. Diqqətə çatdırılıb ki, müasir, müstəqil Azərbaycanda qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır. Tədbirdə Azərbaycan qadınlarının simvolu, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, mədəni və nəcib missiyası vurğulanıb. Fəaliyyətindən bəhs edən video süjet nümayiş olunub. İştirakçılara həmçinin Azərbaycan Həmkarlar İttifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib. Ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan layiqli əmək səfirləri layihəsinin təqdimatı olub. Sonra tədbir xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə Qarabağ Muğam qrupunun rəngarəng musiqi kompozisiyası ilə davam edib.